Yəni düşünün də restoran işlədirik. Biz gedirik restorana 20 manata yemək yemək istəyirik. Bunun ətin qiyməti və s. bunların hamısı o yeməyin içindədir. Və oradan sahibkar da nəsə bir pul qazanmalıdır. İndi düşünün ki, aşpaz freelancerdir. Mən yemək sifariş vermişəm. Aşpaz deyir ki, mənim indi ilhamım gəlmir, indi bişirmək istəmirəm. O xidmət işləyər, restoranlar işləyər yəni. Bir aşpaz olmasın, 5 aşpaz. Hayır, olsun. Olsun. 5 aşpaza deməli mən 5 qat maaş verməliyəm. Yəni 5 dəfə çox maaş verməliyəm. Mən artıq sənə dönəri 5 manata yox, 20 manata satacağam. Sən gəlib məndən 20 manata dönər alacaqsan. Var freelance, var azad iş rejimi. Freelance odur ki, sən layihəni götürdün, verdin, orada sənin azadlığın var qismən. Amma orada sənin stabilliyin yoxdur. Yəni sən gələcəyi görmürsən. Bu gün layihəni elədin, pul qazandın, sabah yoxdur layihə. Orada azadsan. Amma söhbət azad iş rejimindən gedirsə, orada sən 8 saat əvəzinə 16 saat işləyəcəksən. Sadəcə aralarında fasilələrin olacaq ki, resursu bərpa eləyəsən. İntellektual olaraq yoruldun, getdin, dincəldin, sonra işlədin. Amma sən yenə də həmin o 8 saat içində olan, səndən gözlənilən maksimal nəticəni verməlisən. Bu çərçivədə mümkündür ancaq. Çünki əks halda bütün qurulmuş sistem dağılır. Biz ona unit ekonomika deyirik də. Yəni bir məhsulun əmələ gəlməsinin xərci nədir? Ora hər şey daxildir. Arenda, işçinin iş vaxtı və s. Əgər işçilər daha az işləsə, bu demək ki, bunun qiyməti qalxmalıdır. Bunun qiyməti qalxsa biz onu əvvəlki qədər sata bilməyəcəyik. Əvvəlki qədər sata bilməsək, həmin işçiləri işə götürə bilməyəcəyik. Bütün qurulmuş sistem dağılır.